təbiidir ki, o etimad məsələsini tamamilə haqlı olaraq yerində siz vurğuluyursunuz. Nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin xüsusən də son illərdə inkişaf etdiyini, hətta strateji müttəfiqliklə bağlı bəyannamənin imzalanması məqamı elə özü bir mənalı şəkildə bu etimad məsələsinin nə dərəcədə önəmli olduğunu, bu proseslərdə, diplomatik münasibətlərdə önəmli bir nüans olduğunu deməyimizə əsas verir. Ancaq təəssüflər olsun ki, ard-arda müəyyən hadisələrin baş verməsi bu münasibətlərə təbiidir ki, pozitiv yöndən təsir etməyəcək proseslərdir. Bundan öncə Rusiyada Azərbaycan təyyarəsinin vurulması prosesi baş verdi. Bununla bağlı Azərbaycan prezidenti bir çox məsələlərdə, müvafiq məsələdə də əgər Azərbaycanın milli maraqlarına, təhlükəsizlik maraqlarına təhdid törədəcək hər hansı bir məqam baş verirsə, qarşısında olan dövlətin hansı statusundan asılı olmayaraq, hansı səpkidə olan bir dövlət olmasından asılı olmayaraq Azərbaycan prezidenti hər zaman özünün qətiyyətli, cəsarətli mövqeyini və bu minvallada nə dərəcədə müstəqil bir siyasət yürüdən lider olduğunu, bir dövlət olduğumuzu göstərməyi hər zaman bacarıb. Elə müvafiq təyyarə olayında da bunu qətiyyətlə qarşı tərəfə açıq mətinli mesajların ötürülməsi ilə göstərmiş oldu. Elə az öncə sizi sualın mətnində də o məsələni vurğulamış oldunuz ki, bir gözlənilməz hadisə oldu. Nəyə görə gözlənilməz? Təbiidir ki, Rusiya kimi dövlətdən ümumiyyətlə tariximizdə baş verən xoşagəlməz hadisələri göz önündə tutsaq, tam da o gözlənilməz ifadəsini işlədə bilmirik. Ancaq məhz o təyyarə olayında, onun ardınca Azərbaycan prezidentinin verdiyi mesajlarda müəyyən mənada artıq Rusiyanın hazırki geosiyasi reallıqlardan da dərs çıxaracağını və Azərbaycanın heç də qəti şəkildə Ermənistan olmadığını bir daha təsdiqləməsi fonunda bu hadisəni biz gözlənilməz olduğunu deyə bilərik. Təbiidir ki, kiçik bir hadisə deyil. Azərbaycanın millət vəkilinə qarşı, xalqın seçdiyi millət vəkilinə qarşı belə bir hörmətsiz münasibət, həm də bir dövlətə qarşı olan, deyərdik ki, xoş olmayan bir hərəkətdir və təbiidir ki, orada bir tədbir baş tutur. Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümü ilə bağlı bir tədbirdir və belə bir tədbir təbiidir ki, ora gələcək şəxslər öncədən onların məlumatı qarşı tərəfə verilmiş olur rəsmi qaydada və ən azından belə bir deyək ki, bir xoşa gəlməz hər hansı bir nüans var idisə millət vəkilimizə yönəlik ki, bu təbiidir ki, inanılası bir məsələ deyil. Deyək ki, var idisə də öncədən bu məlumat onlara verilə bilərdi. Siyahı onlara verildiyi zaman məlumat bildirilə bilərdi ki, bu şəxsin ölkəyə girişi ilə bağlı problem yaşayacaqsınız. Belə bir məlumat verilmədən həmin şəxs, millət vəkili artıq Rusiyaya daxil olduğu bir vaxtda, Moskvaya yəni daxil olduğu bir vaxtda belə bir qadağanın məlumatının verilməsi və onun Azərbaycana qaytarılması təbiidir ki, artıq məsələnin gedişatında müəyyən gözlənilməz proseslərin olduğunu deməyimizə əsas verir. Təbiidir ki, tamamilə açıq mənada nə olduğu hələ ki aşkar deyil. Hər halda zaman bunu göstərəcək. Ancaq istənilən halda Azərbaycan Xarici İşlər Nazirinin də, Nazirliyinin də, onun sözçüsünün də verdiyi bəyanat tamamilə haqlı, yerində verilmiş bir bəyanatdır. Nəzərə almaq lazımdır ki, diplomatik bir pasporta sahib olan şəxsdir və ona qarşı belə bir hərəkətin olunması görünür ki, qarşı tərəf açıq şəkildə diplomatik münasibətlərə xələl gətirəcək addım niyyətində idi ki, bunu Azərbaycanova qarşı həyata keçirib xoş bir hadisə deyil və kölgə salacaq bir hadisədir.